Nə vaxtsa düşünmüsünüzmü, niyə bütün dünya ölkələri öz aralarında alqı-satqıda dollardan istifadə eləyir və birdən dünya ölkələri ondan imtina etsə nə baş verər? Gəlin sizə bunun mahiyyətini izah eləyim. 1974-cü ildə ABŞ Səudiyyə Ərəbistanı ilə neft-dollar sazişi bağladı. O vaxtdan bəri dünyanın bütün nefti yalnız dollarla satılır. Bu ABŞ valyutasını planetin, necə deyərlər, maliyyə oksigeninə çevirdi. Birləşmiş Ştatlar havadan pul çap etmək hüququ qazandı, bütün dünya isə onların borclarını ödəməli oldu. Lakin 2022-ci ildə Ukrayna müharibəsi başladıqdan sonra müəyyən dəyişikliklər baş verdi. Rusiya rezervlərinin 300 milyard dollar məbləğində dondurulması hər kəsə açıq siqnal oldu. Yəni Ağ Evin xoşuna gəlmədiyiniz an pullarınız artıq sizə məxsus deyil. Valyuta əsl dəyənəyə, təzyiq alətinə çevrildi və bu Vaşinqtonun ən yaxın müttəfiqlərini belə qorxutdu. Beynəlxalq Valyuta Fondunun məlumatına görə 2026-cı ilin 1-ci rübündə dollar qlobal valyuta ehtiyatlarının 57%-ni təşkil edir ki, bu da son 30 ildə qeydə alınan ən aşağı göstəricidir. Əgər dünya dollardan imtina etsə, milyardlarla nağd pul geri ABŞ-yə qayıdacaq. Amerika başqa ölkələrdəki hərbi bazalarını və müharibələri maliyyələşdirə bilməyəcək. Sanksiya gücü isə zəifləyəcək. Bunun əvəzində isə Avropa, Çin və Hindistan kimi ölkələr öz valyutalarını gücləndirmək şansı qazanacaq. Amma burada kiçik bir məqam var. Hazırda Çinin yuanı Amerika valyutasına rəqib kimi göstərilsə də, yaxın illərdə o dolları tam əvəz etmək iqtidarında deyil. Çünki 2026-cı ilin əvvəlində yuan qlobal ehtiyatların cəmi 2%-ni təşkil edib. Bəs bütün bunlar sadə vətəndaşların cibinə necə təsir edəcək? İlkin növbədə mallar bahalaşacaq. Fərqli valyutalarla, yəni yuan, funt sterling, avro ilə ticarət etmək vahid valyutadan istifadə etməkdən daha baha başa gəlir. Qlobal bazar isə parçalanacaq və mürəkkəb logistikanın xərcini son istehlakçı, yəni sadə vətəndaş ödəyəcək. Yığımlar da təhlükəyə düşə bilər. Milli pul artıq dollara bağlı deyilsə, bu deməkdir ki, valyuta kursu hər gün, hər saat oynayacaq. Sizin çətinliklə yastıq altına qoyduğunuz pullar isə bir gecə dəyərini itirib adi kağız parçasına belə çevrilə bilər. Videonu bura qədər izlədinsə, dostlarınla bölüşməyi və səhifəmə abunə olmağı unutma.